Salam qızlar, proses videolarını çox sevdiyinizi bilirəm. Hal-hazırda xanımın qaşlarını sabitlədikdən sonra gözüstü korrektor vururam. Sonra gözüstü korrektoru transparan pudra ilə sabitləyib keçəcəm tenə. Baxın, burada teni vururam və mən biraz torpaq tonlarında burada istifadə eləmişəm. Smoky Eyes'ın bir növ qara ilə yox, tünd korичневый ilə işləmişəm və sadə linerimizi çəkdik. Hal-hazırda isə xanımın üzünü nəmləndirici ilə və sonra baza ilə qəşəngcə nəmə doyurub, sonra keçirəm tonaliyə. Burada əsas məsələ tonalini üzə qəşəng otuzdurmaq və onu dəriyə yedirməkdir. Bu zaman üzünüzdə tonalinin oturuşu da gözəl olacaq. Yanaq hissəni konturladıqdan sonra, rumiyananı vurduqdan sonra hal-hazırda highlighter'ı vururam və highlighter'ı da istədiyiniz hansı bölgəni daha işıqlı, aydınlı göstərmək istəyirsinizsə, həmin hissələrə vura bilərsiniz. Dodaq konturlamasında isə xanımın dodaqları onsuz da gözəldir və dodaq konturlaması nə qədər səliqəli olarsa, işiniz bir o qədər gözəl çıxacaq və ən az göz qədər önəmlidir. Budur, xanım hazırdır. Burada isə bu Şirin xanımın pomadasını vururuq. Mat pomadadan istifadə elədik və düşünürəm ki, bu vizaj xanıma çox yaraşdı. Özü də gözəl xanımdır və daha da gözəl, şirin göründü. Xoş izləmələr.